17 fevral 2025 il tarixində BMT-nin ixtiyarı həbs üzrə işçi qrupu Ruben Vartanyanın həbsi ilə bağlı reyini dərc edib. Qrup bu qənaətə gəlib ki, Vartanyanın Azərbaycan tərəfindən həbsi ixtiyarı xarakter daşımır. Lakin Beynəlxalq Cinayət Məhkəməsinin ilk baş prokuroru Louis Moreno Ocampo'nun ekspert reyi bu işdə çıxar toqquşmasına dair ciddi əsaslar üzrə çıxarır və işçi qrupun gəzəsizliyi şübhə altına alır. Faktlar aydın olub ki, işçi qrupun hazırki sədri Hanna Yudkivska Equality Law Firm hüquq şirkətinin tərəfdaşıdır. Həmin şirkət Ukraynada Azərbaycan Dövlət Neft şirkəti olan SOCAR-ı təmsil edir. Bu isə Ruben Vartanyanın işi üzrə birbaşa tərəfdən biridir. Bu vəziyyət Azərbaycanla birbaşa maliyyə maraqları əlaqəsinin mövcudluğunu göstərir. Bu da BMT-nin daxili qaydalarına və gərəksizlik prinsiplərinə ziddir. Yudkivska SOCAR-la olan əlaqəsini açıqlanmayıb, özünü bu işdən kənarlaşdırılmayıb və reyin hazırlanmasında iştirak edib. Bundan əlavə Yudkivskanın həyat yoldaşı Azərbaycan əsilli Ukraynalı siyasətçidir. O, korrupsiyada ittiham olunur, Azərbaycanla sıx əlaqələri var və Dağlıq Qarabağ məsələsində açıq şəkildə İlham Əliyevin mövqeyini dəstəkləyib. Nəticə etibarilə Yudkivskanın iştirakı bu qaydaların pozulması deməkdir. BMT əməkdaşlarının etik davranışı qaydaları, işçi qrupun iş metodologiyası, BMT-nin çıxar toqquşmalarına dair daxili normativləri. Bu ciddi faktlar reyin qeyərsizliyi və etibarlığın şübhə altına alır. Ədalət yalnız obyektiv olmaq deyil, həm də obyektiv görünməkdir. BMT bu işi təcili qaydada yenidən nəzərdən keçirilməlidir. Yudkivskanın rolu müstəqil araşdırılmalıdır. BMT-nin hüquqi mexanizmlərində tam müstəqil təmin olunmalıdır. Qeyərsizlik seçim deyil, bu ədalətin əsas prinsipidir. Və BMT-nin İnsan Hüquqları Şurası tərəfindən təyin olunmuş müstəqil ekspertlərdən ibarət bu qurumun məqsədi insanları azadlıqdan məhrum edən halları araşdırılmaqdadır. Xüsusilə də bu hallar beynəlxalq insan hüquqları standartlarının pozduğu zaman. Nə məlum olur? 2024-cü ildə işçi qrupun ümumilikdə 71 qərar qəbul etmişdir. Bu qərarlardan 70-i ərizəçiləri xeyrinə olmuşdur. Yeganə istisna Ruben Vartanyanla bağlı qəbul edilmiş qərarıdır. Burada qrup belə nəticəyə gəlib ki, onun həbsi ixtiyarı olmayıb. Beynəlxalq Cinayət Məhkəməsinin ilk baş prokuroru Louis Moreno Ocampo bu qərarla bağlı təqdim etdiyi ekspert reyində göstərir ki, müstəqil ekspertlərdən biri hazırki sədri ekspert xanım Hanna Yudkivska və onun həyat yoldaşı Azərbaycan maraqları ilə sıx ticari və şəxsi əlaqələrə malikdirlər. Bu isə o deməkdir ki, Hanna Yudkivskaya heç bir halda bu qərarı qəbul edilməsində iştirak etməyə icazə verilməməli idi. Ocampo bildirib. Bu, BMT-nin daxili qaydalarına qobud şəkildə pozulmasıdır. Hanna Yudkivskanın Azərbaycanın hakimiyyət dairələri ilə peşəkar, maliyyə və ailəvi əlaqələri onun qeyərsizliyinə açıq şəkildə təsir göstərmişdir. Bakı rejiminə yaxın olan bir şəxs Dağlıq Qarabağın etnik erməni əhalisinə dair heç bir işin müzakirəsində iştirak etməməli idi. Ocampo əlavə edib ki, BMT-nin siyasi və sülhə yaratma məsələləri üzrə keçmiş rəhbəri Hasmik Yağyan da bu qərara münasibət bildirib və onu ədalət anlayışına qarşı istehza adlandırılıb. Bütün bu faktlar Rubenyanın işi üzrə qəbul edilmiş qərarın qeyərsizliyi ciddi şəkildə sual altına alır. Bu, həm BMT-nin işçi qrupu çərçivəsində etik davranış qaydalarının, həm də ümumilikdə beynəlxalq hüquq normalarının pozulması deməkdir.